Allah qadını elə yaradıb ki, xanımı, qadını Allah elə yaradıb ki, qadın biz deyirik incədir, zərifdir. Qadın güclü atanın yanında zərifdir. Qadın güclü qardaşın yanında zərifdir. Qadın güclü kişinin yanında, güclü ərin yanında zərifdir. Əgər bir qadın bir atadan, bir qardaşdan, bir ərdən, bir kişidən güc, qüdrət görməyəndə qadın özü dönür ən böyük gücə. Hansı ki, onu sənin kimi, mənim kimi milyon kişi gələ idarə edə bilmir. Bəyəm, qadınlara mən üzr istəyirəm, boynuna yük qoyublar ki, sən ərə gedəcəksən, ərin içəcək, piyan, uşağa baxmayacaq, sən niyə dözməlidir? Yaxşı eləyib dözməyib, o dözməyib, qəhrəman bir qadına çevrilib. Sən zərif, incə bir qadından qəhrəman bir qadın düzəltmirsən, onun əsl potensialını üzə çıxartmirsən, o məcbur dönüb bir kişiyə, uşağına görə, uşağını böyütsün, uşağına sahib çıxsın, bunu sən eləmirsən.